Hamınızı salamlayıram. Uşaq tərbiyəsində elə bir mövzu var ki, həm çox vacibdir, həm də çox vaxt, gəlin etiraf edək, yanlış başa düşülür. Sərhədlər. Amma gəlin bugün onlara sadəcə bir qaydalar toplusu kimi yox, uşaqlar üçün bir təhlükəsizlik, bir güvən qalxanı kimi baxaq. Gəlin birlikdə bu məsələnin dərinliyinə enək. Sərhəddin olmadığı evdə sinir olur. Bu cümlə yəqin ki, çoxumuza tanış gəlir, elə deyilmi? Amma bu sadəcə bir söz oyunu deyil, əsla. Bu, sərhədsiz bir mühitin yaratdığı o gərginliyi mükəmməl şəkildə ifadə edən güclü bir həqiqətdir. Yaxşı, gəlin söhbətimizə məhz elə buradan başlayaq. Yaxşı, bəs aydın sərhədlər olmayanda bir ev uşağın gözü ilə necə görünür? Gəlin o xaosun içinə bir anlıq nəzər salaq. Bir anlıq təsəvvür edin ki, hər addımda nəyin doğru, nəyin yanlış olduğunu bilmirsiniz. Uşaq üçün sərhədsizlik, bilirsiniz, azadlıq deyil, tam əksinə, onu çaşqınlıq və stres içində buraxan daimi bir qeyri-müəyyənlikdir. Harada dayanmalıyam, nəyi etməməliyəm? Bu sualların cavabı yoxdur və bu çox yorucudur. Və təbii ki, bu davamlı qeyri-müəyyənlik birbaşa negativ emosiyalara yol açır. Bir uşaq nə gözləyəcəyini bilməyəndə narahat olur. Dünya onun üçün qeyri-müəyyən, proqnozlaşdırılmayan bir yerə çevriləndə qorxmağa başlayır və sonda bütün bu yığılan hisslər özünü çox vaxt aqressiya ilə biruzə verir. Yaxşı, bəs bizim çox vaxt pis davranış adlandırdığımız şeyin arxasında əslində nə dayanır? Gəlin məsələyə tam fərqli bir prizmadan baxaq. Bəli, uşaq niyə qışqırır, ağlayır və ya davakar olur? Bu sadəcə bir ərköyünlükdür, yoxsa daha dərin bir ehtiyacın, bir çağrışın siqnalıdır? Cavab budur. Çünki o, tapa bilmədiyi bir qaydanı çarəsizcəsinə axtarır. Bu davranışlar inanın ki, pis niyyətdən deyil, əslində kömək üçün bir fəryaddır. Uşaq instinktiv olaraq ehtiyac duyduğu o strukturu, o sərhədi axtarır. Sanki valideynin dayan deməsini gözləyir, amma o səsi bir cür eşidə bilmir. İndi isə gəldik ən böyük, ən yaygın yanlış anlaşılmaya. Sərhəd qoymaq sevgisizlik demək deyil. Gəlin bir anlıq düşünək. Biz sərhədə çox vaxt bir məhdudiyyət kimi baxırıq. Amma uşaq üçün bu aydınlıq deməkdir. Yəni, aha, artıq nə edəcəyimi bilirəm. Biz bunu bir cəza kimi qəbul edirik, amma əslində bu qorunmadır. Bu, uşağı öz hərəkətlərinin mənfi nəticələrindən qorumaqdır. Bax, bu yanaşma bütün perspektivi dəyişir, elə deyilmi? Deməli, belə çıxır ki, sərhəd qoymaq əslində nəzarət etmək deyil, qayğı göstərməkdir. Bu, uşağa verilən ən aydın, ən səmimi mesajdır. Mən bunu səni qorumaq üçün edirəm. Yaxşı, bəs onda sərhədin əsl mənası nədir? Bu, əslində təhlükəsizliyin görünməyən bir formasıdır. Bəli, bax bu qədər sadə və eyni zamanda bir o qədər də dərin, sərhəd, sevginin görünməyən formasıdır. Uşağın gözü ilə görə bilmədiyi, amma ruhunun dərinliyində hiss etdiyi bir sevgi divarıdır. Onu ətrafındakı xaosdan qoruyan görünməz bir qalxandır. Düşünün, bir uşaq harada dayanmalı olduğunu biləndə özünü itmiş deyil, təhlükəsiz hiss edir. Valideyninin onun qayğısına qalaraq bir çərçivə qurduğunu görəndə özünü dəyərli hiss edir. Və bu qaydaların onun yaxşılığı üçün olduğunu anladıqda özünü həqiqətən də başa düşülmüş, anlaşılmış hiss edir. Yekun olaraq gəlin sərhədlərin həyatımıza hədiyyə etdiyi o aydınlığı və nizamı bir daha xatırlayaq. Gəlin heç vaxt unutmayaq. Sərhəd tərbiyə deyil, təhlükəsizlikdir. Məhdudiyyət deyil, aydınlıqdır və ən əsası bu, uşağın daxili dünyasında xaosun qarşısını alan, nizam yaradan təməlin özüdür. Və sonda, bilirsiniz, hər şey bu çox sadə həqiqətə gəlib çıxır. Sərhədlər hüzur gətirir. Valideynin qətiyyətlə, amma sevgi ilə qoyduğu o aydın çərçivə uşağın narahat ruhunu sakitləşdirir. Çünki o, nəhayət axtardığı şeyi tapmış olur. Nizamı, təhlükəsizliyi və hüzuru. Elə isə gəlin düşünək, bugün siz həyatınızdakı bir uşaq üçün hansı görünməz sevgi divarını qura bilərsiniz? Bəlkə yatmaq vaxtı ilə bağlı kiçik, amma qətiyyətli bir qayda və ya oyuncaqları yığışdırmaqla bağlı aydın bir gözlənti? Unutmayın, qurduğunuz hər kiçik sərhəd bir uşağa hədiyyə edə biləcəyiniz ən böyük təhlükəsizlik və hüzurdur.